Salam dostlar. İlk öncə sizi mən Qurban Bayramı münasibətilə təbrik etmək istəyirəm. Bütün izləyicilərim, bütün Azərbaycan xalqını bu müqəddəs bayram münasibətilə təbrik edirəm. Allah qurbanlarınızı qəbul etsin. İkinci bir məsələ, ə, yenə də bu bizim bu videoqrafımız gedib, ona görə də əl telefonu ilə çəkirik. İndi bu bəzi xətalar ola bilər, ona görə üzrlü sayın. Amma əsas məsələ nəyə görə bu videonu çəkirəm? Taro ilə bağlı çəkirəm ki, siz bu avtomobili nə cür əldə edə bilərsiniz və eyni zamanda mən sizə nə kimi köməklik göstərə bilərəm kimi suallar verirsiniz. Çox adam görüşmək istəyir, məlumat almaq istəyir, amma görüşmək və məlumat üçün bu gün hələ ki imkan yoxdur. Mən sizə istəyirəm bu videoda suallarınızı cavablandırım. Deməli, ilk sual odur ki, bu iki versiya arasındakı fərq nədir? Dostlar, indi mən versiyaları üzündən oxuyacağam. İkisində də eyni motordur. Sadə sizin dilinizdə desək atmosfer motor və 6 ötürməli sürətlər qutusudur Ayşin. İkisində də bu eynidir. Avtomobildə mühərrik gücü, avtomobilin ölçüləri, maksimal sürətləri, yanacaq sərfiyyatı hamısı eynidir. Ondan sonra gəlirik ilk fərqli olan şey avtomobilin diskləridir. Deməli, sadə versiyada 205-60 R16-dır, yəni 16 radiuslu. Daha yüksək versiyada isə 205-55 R17-dir. Yəni həm biraz pasatqası aşağı, həm də biraz diskisi böyük olan bir təkərdir. Ondan sonra sadə versiyada ABS anti-block braking system, sonra YBD, CBC, braking assist EBA, traction control TSC, ASR, vehicle stability system, ESP ya da DSC. Bunlar sadə versiyada var. İndi buna əlavə olaraq mən yuxarı versiyanı sizə deyəcəm. Əlavə olaraq lane departure warning, yəni liniyadan çıxmaq şeyi, nədir bu, ikazı türklər deməli, qabağınıza bir şey çıxanda, forward collision warning, qabağınıza bir şey çıxanda ona dəymək ikazı, yenə də bu sizə səsli olaraq verir. Buna bağlı olaraq işləyir active braking sistemi, yəni siz əgər bu ikaza diqqət etməsəz, avtomatik tormoz verir. Line assist, yəni ki, sizi liniyada saxlamağa çalışır ki, siz liniyadan çıxmayasınız. Bir də line keeping assistant sistemi, yəni ki, bəzi maşınlarda var, siz liniyadan çıxmaq istəyirsiniz, o rolu azca özü belə sirkələyir və sizi yenidən liniyaya gətirir və bu da daha yuxarı opsiyada mövcuddur. Sonrakı fərqlər isə avtomobildə airbaglər, ondan sonra təkər təzyiq alarmı, sonra arxa görüntü kamerası, cruise kontrol, bunlar hamısı sadə versiyada var. Bir də var bu daha üstün versiyada adaptiv cruise kontrol. Adaptiv cruise kontrol nədir bilirsiniz? Qabaqdakı maşından sənin məsafəvi saxlayır və o azalırsa səndəki də azalır. Və val full speed adaptive cruise control. Hə, onu da sizə deyim ki, bəzi maşınlar var ki, onlarda cruise kontrolun bir sürəti var. Ondan nə aşağı, nə də yuxarı olanda işləmirlər. Amma burada full speed adaptive cruise control var. Nə deməkdir? Avtomobilin maksimal sürəti 182 km-dir. Onu da deyim, bəzi adamlar bilmir. 182 km demək deyil, maşın bu qədər gedir. Maşının priborunda 260-dır ya da 240-dır. Amma maşınların ehtimal olunan bir maksimal sürəti var. Bu 182 km/saatdır və bu full speed adaptive cruise kontrolü bu avtomobildə sizə icazə verir. Bundan əlavə birində məsəl üçün avtomatik parking sistemi var. Aşağı versiyada, bahalı versiyada bu var. Sonra hill assist var. Yəni avtomobil dik duranda siz ayağınızı birdən tormozdan çəksəz, avtomobil ya aşağı ya da yuxarı, dik ya da ki yoxuş aşağı duranda avtomobil özü avtomatik tormozlama verir ki, siz sürüşməyəsiniz, belə deyək. Bundan əlavə bahalı versiyada engine start stop control var. Ondan sonra əlavə nə var? Əlavə bəzi kiçik detallı fərqlər var. Qalan hər şey demək olar ki, eynidir. Məsəl üçün, lüks olan variantda keyless go var, yəni açarsız daxil olma. Yəni bilmirəm nə qədər vacibdir bu sizə. Ondan sonra demək olar ki, hər şey eynidir. CarPlay, nə bilim,
bu kimi şeylər, USB portu və sair və ilaxır. Sonra avtomatik headlights, avtomatik yanan faralar, sonra o qədər çox şey var ki, açığı bunların hamısını oxumaq məni narahat edir. Belə ümumi götürsək əsas bunlardır. Yəni bu sizin sualınıza ilkin cavabdır. İkinci bir məsələ avtomobili necə əldə edə bilərik? Avtomobili qısa bir müddətdən sonra əgər ki, çox xahiş edirəm sizdən, əgər ki siz doğrudan da artıq bu avtomobili almaq istəyirsiniz. Çünki bəziləri var, deyirlər ki, bəs gələk söhbət eləyək. Qardaş, söhbətgah deyil, bir də ki, çayçı deyil ki, gəlib söhbət eləyəsiniz. Mən sizə maşını seçirəm. Mən sizə onun ən gözəlini göstərirəm. Bu qiymətə, bu cür opsiyada bir alman maşını boş verin, düzəməlli 2 tay maşını yoxdur bu qiymətə. Avtomobillərin qiymətini demək yadımdan çıxdı. Sadə versiya 13.600-800, bu birisi versiya isə ondan $1400 bahadır. Yəni $15.000 civarı kimi bu qiymət var Bakıya çatdırılma ilə bərabər. Yəni lüks daha yuxarı versiyanı deyirəm, $1400 daha bahadır. Bu qiymətə avtomobil yoxdur. Mən bunu tapıram sizə və göstərirəm. Məndən alırsınız, məndən almırsınız, özünüz bilərsiniz. Mən demirəm gəlin məndən alın. Amma kim ki istəyir ki, mən ona köməklik göstərim avtomobil almağa, o tam dəqiq bilməlidir ki, bu avtomobil alır. Gəlim, görüşüm, söhbət edeyim. Bu kimi məsələlər açığı bizim buna vaxtımız yoxdur. Yəni çox deyirsiniz bura, nətər görüşə bilər, nə edə bilərik? Qardaş, sizə yol göstərirəm də, gedin özünüz alın da, illa mənlə görüşməlisiniz. Amma belə bir şey var. Mən bugün elə belə xoş bir xəbər aldım. İnşallah Allah qismət eləsə, mən sizə belə bir variant təklif eləyə bilərəm. Avtomobili kreditlə almaq. Yəni siz ehtiyac yoxdur avtomobil alasınız, deməli ilkin ödəniş 40% ödəyirsiniz. Qalan gözləyirsiniz, avtomobil bura çatır, onu da kreditlə, lizinglə götürürsünüz və 2 il müddətində də ödəyirsiniz. Həm də Volkswagen buna aiddir. Volkswagen Taru, Volkswagen Lavida və ola bilər ki, Toyota. Toyota Corolla. Ola bilər ki, Toyota Corolla olsun. Camry yox. Nəyə görə bunlar? Deyəcəksiniz ki, nəyə görə bunlar? Çünki dostlar, biz buna həm servis göstərə bilirik, həm də ehtiyat hissəsini gətirə bilirik. Digər maşınlara uzun müddətli xidmət göstərə bilmirik. Özünüz bilirsiniz ki, gündə bir marka çıxır, model çıxır. Nə bilim, sonra da küsürlər eləyirlər. Tez-tez dəyişir Kitayski markaların marka modellər. Var, bəli var. Kitayski bir çox avtomobillər var ki, onların marka modelləri uzun müddət çəkir. Təəssüf ki, onu azərbaycanlılar sevmir. Azərbaycanlı sevdiklərini də mən sevmirəm şəxsən. Yəni məndən olan budur. Volkswagen, Alman, orta səviyyəli bir, orta ölçülü bir SUV, istər qadın, istər kişi, istər ailə üçün ideal avtomobil, az yanacaq istifadə edən, sistem sadə, uzun ömürlü, qiyməti ucuz. Bugün yenə də deyirəm, bu qiymətə siz bu komplektasiya ilə heç 2 tay avtomobili tapa bilmərsiniz. Bu qiymətlərlə nə qədər davam eləyəcək, onu da Allah bilir. Volkswagen nə qədər uzun müddət bizə bunu verəcək. Amma yenə də deyirəm, alternativ bir variant kimi sizə kredit də təşkil edə bilərəm. Avtomobil bura gəlməmiş. Yəni ilkin ödəyirsiniz siz 40%-ni biz avtomobili gətiririk və ondan sonra siz onun gerisini ödəyirsiniz. Yəni belə bir şey də təklif edə bilərəm. Kim ki istəyirsə, çox xahiş edirəm, ciddi olanlar yazsın. Düşünürəm, fikirləşirəm, qohum-əqrəbəmi gətirim, nəslimin yarısını gətirim, ay gedim uşaqla məsləhətləşim, ay gedim böyüklə məsləhətləşim. Çox xahiş edirəm, bu mənlik deyil. Gedin bunu başqa yerdən alın. Kim ki doğrudan da istəyir konkret maşın almaq, ona köməklik göstərə bilərik. Və bu insanlar bugün üçün mənə yaza bilər. O kredit məsələsi nə vaxt başlayacaq? Toyota olsun, Volkswagen olsun və onların servisi və onların ehtiyat hissəsi, onu da inşallah sizə qısa zamanda deyəcəm. Bu qədər. Yəni yenə də çalışdım ki, suallarınıza cavab verim. Ən çox verilən suallar bunlar idi. Ümid edirəm ki, biraz da nətər deyim, vəziyyətə aydınlıq gətirə bildim. Bir daha bayramınız mübarək. İnşallah məlumatları sizə davam edib verəcəm. Sağ olun.